sizlerle beraber herkesin elediği yeni il kurabiyelerini birlikte eləyəcəyik. Hadi o zaman videomuz başlasın. Başlasın! Gördüğünüz gibi elimizde yeni il temalı, yaşında kırmızı renkte ve simge olarak elimize girmişik ve bazı eşyalarımızda, yani kurabiye zeytinleri için eşyalarımızda yeni il biraz temalıdır. Ve bu mikrofonla çektiğimiz ilk videodur. Ona göre çok heyecanlıyım. O zaman keçək hazırlanışına. Bu hamur yağlamak için bir tane yakmak şeydir. Evet, yeni il temalıdır. Yeni temalı. Bu da bacımla benim onları karıştırmak için şeydi. Evet. Bunlar da yeni il için kaplarımızı. Bunları ederken kurabiyelerimize forma vereceğiz. Şekil. Ve burada ilk öncelikle 2 adet yumurta, bir stekan şeker tozu, sonra bir çay stekanında qatık, bir stekan yağ. Gözü duruyor. Kabartma tozu ve vanilin var. Bir de bir stekan un istifade edeceğiz. İlk öncelikle MasterChef olduğumuz için ben saçımızı yığılamına girip gelip bence buradan bantikimizi vurduk. Şimdi başlayırıq. Amina, ilk öncelikle ne eləyəcəyik? Yumurta qıracağıq. Evet. 2 adet yumurtamız var. Biz böyle şeffaf qap seçdik çünkü size göstermek istedik. Böyle vur. Yaxşı, mən vurum. Vurduq. Bacım ne kadar burada. Birinci yumurtamız. Nerede? Vur ama kırmağımı elim. Tamam. Tamam. Biz iş Bacım bölümü ne için kadar burada. Ben de kıramıyorum. İndi ise üzerine bir çay stekan, tamam. Qatıq əlavə edirik. Yavaş yavaş Miskin. Bu da gitti. İndi ise bir dakika mikrofon aşağı düşüp. Evet. İndi ise bir stekan şeker tozu əlavə bir stekan yağ əlavə edirik, duruyaq. Sıra tediri. Yesizsin. Ve bunu çırpıcı tamam karıştırırıq. Biz bunu karıştırıp gelirik. Dostlar, indi ise bunu karıştırdık. Gördüğünüz üzere böyle krem rengi kimi alındı. İndi ise bunun üzerine ne əlavə edək? Evet, şeker tozu. Bir stekan şeker tozu əlavə edirik. Şimdi hatırladım. Düşüyor şeker tozumuz. Bəli, indi ise üzerine kabartma tozu, yani bir paket kabartma tozu ve vanil əlavə edəcəyik. Hangi kabartma tozu? Fərqi eləmir. Bana. O birini de sen dök. Tamam. Dökək. Peki. Gördüğünüz üzere bu kadar pratik idi. İndi ise üzerine bir stekan un əlavə edəcəyik. Lakin unu belə az əlavə edəcəyik. Görək nə vaxt xəmir şəklinə gələcək. Dostlar, bir de biz limonun qabığını və yaxud suyunu belə qabığını rəndeləyib içərisinə tökəcəyik ki, dad versin. Siz də istəsiniz eləyə bilərsiniz. Pratik üsullu bu kurabiye eləyirik. İnşallah güzel bir kurabiye en sonunda nəticəyə gələr. İndi üzərinə qabığını rəndelədiyimiz limon tökəcəyik. Ben tutacağım. Sırası da böyle. Yox, normal tökdü, normal. Allah. Boş. Amma bir de mən danışıyorum. Şey eləmək səs şey düşür, fərqli düşür. Bye. Evet. Boş. Bir dakika. Evet, töktük. İndi ise üzerine dediğim gibi bir stekan un əlavə edəcəyik. Dostlar, indi ise gördüğünüz üzere gözlə Amine bunu şey edəcəyik. Amine ile mən. Dayan. İndi bunu belə Ben tutayım. bir dakikada. Tamam, gözü al karıştır. Ay. Dostlar, şu an elma alacağım. Paltarıyla maşını işlediği için o sesi düşürse üzülürsen. Yok, karıştırdık. İndi ise üzerine Amine ben əlavə etdikçe sen karıştıracaksan, okey? Okey. Tut, karıştıracaksan. Azar əlavə edeceğim. Getirin sen biraz əlavə elə, mən töküm. Tamam. Töküm. Tök Amine. Hamsını. Hamsını.
Ben birini karıştırdım. Gözüm de məndən Tamam, niyə lazım olacaq? Hə, tamam. Baxacağıq dostlar. Xəmir halına gəlməlidir ki, biz ona şəkil verək. Əminə qarışdırır. Üçü qarışdıramır. Dedi çarpmış. Çok yorgunuymuş. Qarışdırın. Lemon koştum. Oh, çek buralarını tapacağız. Gözlə, mən qarışdırım. Aldım bitti, al. Tamam. Belə biraz qatılaşıb, amma yenə un lazımdır. Biz yenə bir stəkan un alacağıq və görək nə vaxt qatılaşacaq. Həm daha əlavə edəcəyik. Buyur əlavə et. Mənim hamısını. Aha. Əminə biraz danış. Azıq hə yox. Yaxşı o zaman. Mən qarışdıraram. Qarışdır, sonra əlin yorulanda mənə ver. Neden yoruldu? Karıştıramam, al. Qarışdır. Çünki məncə xəmir olacaq. Mən indi qarışdırım sıra. Gözlərimi qarışdırmaq çətindir. Yine karıştırdı. Doğrudan ne bununla qarışdırın demirdi. Bununla deyirdi. Bu yeni temaldır. O bir dənə də Aminə, bir dənə ilə qarışdıracaq. Sadəcə mən ona. İndi isə Aminanın istəyi ilə ikimiz birlikdə qarışdıracağıq. Gözlə qırağını mən eləyim, sən o qırağını. Tamam. İş birliği yapıyoruz. Bu hələ də karışmıyor. Hələ də qatılaşmır. Yemək çox lazımdır. Ama bir dəqiqə çəkildi qırağı qoya bilərsən. Qırağı. Ben şey eləyim. Çünki bu qıraqlarında un Ben işlətişləri dizimde qalır. oturacağım. Niye içini göremiyorum? Tamam. Güzel. Akşam. Buyur. Ben daha büyük oldum. Anamdan biraz yardım alıyoruz. Ve Ben içini Anam- yerim. anam kömək eləyir eləməyimizə. İndi qatılaşsın. İndi çox qəşəng bir şey qurduq. Onunla birlikdə sizə göstərəcəm. İndi artıq bitti. İndi bir dənə qatılaşsın, xəmirimiz bitdi və onlara şəkil verəcəyik. Düzdürmü? Bəli. Aminə mikrofon var da mən niyə onu uzadıram. Tamam. Dostlar, indi isə yeni temalı oxlavımızdan bunu yayırıq və Amina ilə mən birlikdə bunu eləyəcəyik və bir dənə də artıq qaldı. İndi isə bunu yayaq, o birini də sonra yayacağıq. Yaya bilsək. Bunu nə qədər incəlikdə eləməliyik. Şey bəsdir. Getdi, dayandı. Bu yapışır biraz bu qıraqlarına. Bulabilirsin. Un. Oklava o neler? Oxlavım. Ego, un edim. İndi isə devam edirik. Bu kvadrat olmalıdır, hə? Bu kvadrat olmalı. Yayma. Tamam. Bunu biraz tərəfi Hadi dalda. taraflarını denemezsin. Tamam, tərəfini də görəm. Çok qəribə olundu. Bir dəqiqə, ortası biraz şey oldu. Qıraq eləyək. Oldu mu ama? Biraz incə oldu. Biraz Şu, əsli. İndi isə buna şəkil veririk. Unlayayım burasını böyle şey olur. Ehtiyac yoxdur. Başlayaq. Əminə elə. Bastıracaq. Yox, biraz qıraqdan bastırdı nə? Qıraqdan eləmək lazımdır. O bir sizin eləməliydi. 2 yeri. Səhv üzünə qoydu. Haydi yok. Sıkıntı Çıxdı. Biz bunu çıxartmalıyıq, qırağa qoymalıyıq, hə? Ayda, yenə o tezdən deyə. Gözlər mi? Əlinə yox, mələk. Yağ çalın olsun. Yağ çal, bir dəqiqə dostlar, mənə məncik yağ bıçağı gətirim. Yol tanıtacağız. Mən də eləyəcəm, gözləyin. Lazım gelsin birlikte bastıraq. Tamam, gəldim. Ne istiyorsun? Niyə yağ bıçağı gəldim? Mələk kəs, sonra götürəsin. Hə, tamam, kəsək. Gəl, mən qartımı Başka kəsəcəm. birlikte yiyelim. 3, 2, 1. Düz səsini verdim, heç olur. Hop bitti. Ama biz de biraz... Mümkün de çək. Çəkədik mi çəkədik? Qəşəydi, əladır. Gözlüyüm bir də mənimki qırağı kəsilmədi həfsi. Qıraqlar kəsilmədi. Hop bu kadar kolay. Aminə, Ben çıkartabilirim olsun içine. Tamam, bu da mən özüm üçün çıxardım. Tamam. Bu çox şeyli olur. Nazik eləmişəm. Bu getdi daha. Bunlar şey olur arkada. Ona görə gedim. Aa, Qalın elə də, qalın elə. İlk deneme başarısız. Sen Amina da bir dənə çıxartsın, sonra qalın eləyərik. Gözləmlə yol kambəli eləyə bilərəm. Qopdan baxım. Dostum, elə bir havaya yığmaq lazım. Hadi dayan ne olur. Bir soğumak istedim. Tamam, Allah eləyəm, %100.
ya. Məndə neymiş oldu? Kavga. İkinci denememize her biriniz hoş geldiniz. İnşallah mikrofon şeydir değil mi bu? Evet. Aha. İndi ben yine bununla devam edirəm. Ben buna. Şimdi yolka bir dəfə deməyi deyərəm də. Bastır. Tamam o zaman ben buna. Tamam da bana da yolka götürüm. 3, 2, 1. Kesilme yeri buradaymış. Burada iti yeriymiş. Evet. İti yerinin olması daha geçiyorlardı. Ben böyle bir şey eləyəcəm. Bu eğer götürülmürsə mənim ikinci planım var. Dəqiqəm bunu kəsim. Bunu məncə götürüləcək. Vsiya götürülür. Sadece biraz ehtiyatlı olmam lazım. Evet. İlk hazırdır. Bakın böyle bir yolka elədim. Bu qırağı qoyuram. Biraz tipsiz Biraz. ama qəşəng oldu. İndi keçirik qardan adamıza. Hoppa. Ay itiyor rahat. İtiyormuş. Orada biz orada mı yine de Oldu. geçeydi. Bakalım. Bak Evet. elinle neler. İndi qardan adam elədim. Ben yok geliyorum. Ya birlikte basrak. Gözəl nə? Tamam. Ben qardan adam deyim. Dağılma. Böyle bir kurabiye adam. Kurabiyeden kurabiye Hadi ya adam. birlikte gel. Tamam 3 2 1. Bastır. Sür. İndi ben bunu belə zaten Ben. gözü belə götür artıq. Götür. Yalma. İndi ben bunu gözet. Yalma. Bakın. Dostlar, biz hamısını sizə çəkə bilməyəcəyik. İndi gördüyünüz üzrə fərqli şeylər elədik. Onu buradan yaxından görsün. Fərqli yolka, qardan adam və qar eləməyə çalışdıq. İndi bunları çoxaldıb gəlirik. Mikrofonsuz çəkirəm şu an. Böyle elədiklərimizi görsədim. İndi devam edirik. Birinci xəmirimiz demək olar ki, bitmək üzrədir. İkinci xəmirimiz də var. Biz bunu belə sərəcəyik. Ən son halını görsətsəm, bir də ki, üzərini süsləsə əgər, onu görsətsəm, indilik görüşərik. Dostlar, artıq hər şeyimiz hazırdır. İnşallah mikrofon səsi gəlirdir. Gördüyünüz üzrə şöyle. Düzdür, biraz şəkilləri çox bilinmir, amma bu qar məncə bilinir. Güya kurabiye adamdır. Və burada yolka var. Eyni şəkildə burada. Hələ qalıb eləmədiklərimizdən indi onu da ikinci olaraq yerləşdirəcəyik. Amma anam damla şokolad alıb. Mən əvvəlcədən gözlərini o bir sərisini damla şokoladlar falan qoymalıydım. Amma indi istəyikən şokoladı qoyaq ki, ərisin. Hadi görək alınacaqmı? Və təbii ki də bunun dadına baxacağıq. Evet, Amine gelmir şu an. Evet, başlayaq eləməyə şunu da. Şu hissəmə qoyayım. Evet, burada kurabiyelerimiz var birbirinden güzel. Burada kurabiye adamlarımız var. Bunlara koyacağım. Burada paltar var. Üzülür sayın. Hemen çıkacaq. İstilikdən ucu əriyiblər. Şunlara bak. Ərimiş. Oh my god, əriyiblər. Ay! Üstüme töktüm damla şokoladları. Evet, şimdi bakın. Burada kurabiye adamlarımızın. Şöyle. Bakın. Çok böyle olsa da oldu. Böyle. Göz koyuruq. İçərisinə ama göz kırıldı bir dakika. Ay eridiler. Bir şey olmaz. Əriməsi üçün də koydum da bu kadar tez eriyeceğini düşünmemiştim. Eritseydim o zaman. Onda daha qəşəng olardı. Şöyle düğmeler de koydum. Çok garip oldu ya. Evet, böyle düğmeler de koydum. Çok güzel oldu. İndi gelin birlikte bunu dadaq. Kurabiyelerimiz böyle oldu. Başla. Çok sıdaxın. Ödüşmüş qalt oldu. Bunları da böyle ellerine ya da ayaklarına koyaq. Şokoladda olsun. Ayak hissələrine. Evet arkadaşlar, zencefilli kurabiyemiz böyle oldu. Bence çok güzel oldu. Önce bir tadım testi yaparak videonu bitirəm. Annem mənə qışqır orada. Anam da mənə çağırdı ki, həminci dadına baxıram ona görə. Şöyle. Limon tadı gəlir.
videomuzu tökməyimizə baxmayaraq limon dadı gəlir. Aşırı. Baxın, yeni ildə super videolar gələcək. O önlüyü göstərdim, nə hədiyyələrini incəldim videosundakı bir video ağlımda olan video buydu və bunu gerçəkləşdirdik. Klik. Mükemmel. Dostlar, artık bu videomuzun sonuna geldik. Sizin için böyle kurabiyeler verdik ve size bunu videolaştırdım. Artık videomuzun sonuna geldik. Kanalıma abone değilseniz kanalıma abone olmayı unutmayın. Öptüm. Bye bye.